Bu barədə dünya və İngiltərə mətbuatı və televiziyaları da səssiz qalmadı. Nüfuzlu Telegraf nəşrində verilən məqalədə Garnacho Chelsea-ni məğlubiyyətdən xilas etdi başlıqlı məqalə dərc edilib. Guardian nəşri də eyni tərzdə məqalə ilə Chelsea-nin uğursuzluğunu qeyd edib. BBC Sport saytında dərc olunan yazıda isə məğlubiyyətin əsas səbəbi kimi Enzo Maresca'nın əddindən çox rotasiya etdiyi qeyd olunub. Bundan başqa Qurban Qurbanov əfsanəvi baş məşqçi adlandırılıb. Sky Sport TV-də İngilis klublarının nəticələri müzakirə olunub. Bakıda keçirilən görüş mütəxəssislər tərəfindən məyus edici gecə adlandırılıb. Telekanalın şərhçilərindən Sue Smith, Enzo Maresca'nın Qarabağa qeyri-ciddi yanaşdığını və müdafiə planında böyük səhvlər etdiyini bildirib. Stat: İkinci yarıda meydana çıxan Chelsea-nin əsas heyət üzvləri vəziyyəti dəyişdi. Qarabağ gənc komanda olmasına baxmayaraq kifayət qədər yaxşı təsir bağışlayır. Bir xal qazanmalarına baxmayaraq onlar bunu qələbə kimi qeyd etdilər. Statın sonu. ESPN idman kanalının yayımladığı verilişdə isə Chelsea-nin sabiq üzvü Frank Leboeuf bu nəticəni belə şərh edib. Oyundan heç də razı qalmadım. Sanki favorit əvvəldən elə Qarabağ idi. Məşqçi maçça müdaxilə edə bilmədi. Qərarları düzgün değildi. Futbolçular da qələbəyə istəksiz idilər. Türkiyə mediasında yayılan xəbərlər də yerli azarkeşlərin daim diqqətindədir. Türkiyəli şərhçi Ertem Şener'in görüş üçün Bakıya gəlməsi və oyunu şərh etməsi Qurban Qurbanovla görüşü Azərbaycan futbol ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanıb. Ajanspor xəbər portalı Qarabağ Chelsea-ni əlindən qaçırdı. Fanatik nəşri isə Qarabağ tarix yazmağa davam edir başlıqlı məqalə dərc edib. Dünya futbol ictimaiyyətinin tanınmış simaları da Qarabağın uğuruna biganə qalmayıb. Nüfuzlu insider Fabrizio Romano Qarabağ Chelsea-ni dayandırdı adlı paylaşımı ilə diqqət çəkib.